Bir nəfər bir hörmətli bir adamın, bir nəfər bir dəyərli bir adamın, dəyərli və hörmətli bir qızı, özü cavan, 18 yaşında bir qızı dünyadan köçsə, əhli əyal, qohum, qonşu, ətraf mühit, eşidənlər, minlərlə adam insanın qapısına baş sağlığına gələrlər. Ki belə bir hörmətli adamdır bunun atası. Bu qızın özü, bu xanımın özü hörmətlidir, cavandır, gənc dünyadan köçüb. Görürsən Həzrəti Fatimənin şəhadətində İslam ümmətinin bu izdihamı niyə baş vermədi? Nə səbəb oldu ki, İslam ümmətinin ləyaqəti olmadı Həzrəti Fatimənin qəbrində, cənazəsində iştirak eləsinlər. Həzrəti Fatimənin cənazəsində iştirak eləməyə niyə bu ümmətin ləyaqəti olmadı? Niyə bu ümmətin nifaq əhlinin ləyaqəti olmadı? Çünki o zamanda Həzrəti Fatimənin hal-i həyatından lazımi dərsi ala bilməmişdilər. Onların ləyaqəti yox idi, onun şəhadətinə qiymət verələr. Həzrəti Fatimənin sağlığında Həzrəti Fatimiyə nə qiymət verdilər ki, Həzrəti Fatimə dünyadan köçəndən sonra bu ümmət Həzrəti Fatimiyə qiymət verər ki, İmam Sadiq ağaya sual elədilər ki, niyə bunun qəbrini müəyyən eləmirlər? Niyə Həzrəti Fatimənin qəbri? Dedi, anamız Fatimənin sağlığında ona nə qiymət verdiniz ki, anam dünyadan köçəndən sonra onun qəbrinə qiyməti verəsiniz? Əgər də oradan qəbrə qiyməti verəcəkdirsə o ümmət, bu ümmətin nümayəndələri elə sağlığında bu xanıma qiymət verərdilər.